Salam. Yəqin ki, bəzilərinizin ağlına ilk dəfə baxanda bu suala sürət və məxrəci ayrı-arada orta məxrəci gətirib hesablamaq gəlir. Amma o uzun yoldur, gec tapılar həlli. Bunu daha qısa üsulla necə yaza bilərik? Əvvəlcə nə edirik? Sürətdəki ədədlərlə məxrəcdəki ədədləri gəlin toplayaq. Necə? Yəni sürətdəki ədədlərin üzərinə məxrəcdəkilər gələndə görək neçə eləyir. 8-də 5 var, 8-də 3 var. Bu ikisini toplayanda, yəni sürətin üzərinə məxrəci gələndə, bu iki dənəni toplayanda eləyəcək 1. 8-də 8 eləyir 1. Sonra burada var 11-də 2, bir də 11-də 9. Bunlar da toplayanda eləyir 1. Daha sonra var -7-də 1 və -7-də 6. Bunlar toplayanda eləyir -7-də 7, yəni -1. Daha sonra -17'də 1 var. Bir də -17'də 16 var. Bunlar da toplayanda eləyir -17'də 17. Bu da -1. Nəticə nə eləyir? 0. Yəni sürət və məxrəcin cəmi elədi 0. Biz bilirik ki, cəmi 0 eləyən ədədlər hansı ədədlərdir? Əks ədədlər. Yəni ədədin biri -x-dırsa, biri x. Cəmi eləyir 0. Ona görə də bunlar əks ədədlər olduğu üçün bunların nisbəti nəyə bərabər olacaq? -1-ə bərabər olacaq. Yəni qısa konkret cavab -1-dir.